Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Namiq Qaraçuxurlu ilk dəfə xanımı ilə bağlı paylaşım etdi. Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə xanımı ilə foto paylaşıb. Axşam Az xəbər verir ki, sənətçi toylarında lentə alınan şəkli Instagramda paylaşıb. O bildirib ki, bugün onların evlilik ildönümüdür. 12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bugün yüzlərlə insan məni qucaqlayıb, toyun mübarək, xoşbəxt ol demişdi. İllər keçdikcə nə qədər doğru bir addım attığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gəldik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdimazarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə, biraz da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər. Səxavətli Allahım qeyd edək ki, sənətçinin bu nikahdan Sara adlı qız övladı var.